Günün insanları şok edən hadisələrindən biri isə Zabratda 7 yaşlı uşağın avtomobilin sükanı arxasında dünyasının dəyişməsi oldu. Qəza zamanı atası xəsarət alıb. Qəza isə ölən və xəsarət alanların evinin qarşısında qeydə alınıb. İddialara görə hadisə zamanı ata azyaşlı oğlunu qucağında saxlayaraq ona maşın sürməyi öyrədirmiş, lakin ailənin yaxınları bunu təkzib edirlər. Əməkdaşımız da çəkib göstərəcək, baxacağıq. Hadisə Zabrat qəsəbəsi Tramvay küçəsində qeydə alınıb. Qəzanın təfərrüatına gəlincə, Tural Süleymanın idarə etdiyi BMW markalı avtomobillə sükan arxasında olarkən qəfil qıc olma keçirir. Bu zaman o qaz pedalını sıxmalı olur və həmin vaxt BMW markalı avtomobil qonşunun məhəlləsinə, yəni qapısına çırpılır. Daha sonra avtomobil burada hasara dəyərək dayanır. İddialara görə hadisə zamanı Tural Süleymanın 7 yaşlı oğlunu qucağında otuzduraraq ona maşın sürməyi öyrədirmiş. Amma ölən uşağın xalası bildirir ki, Üsamə Süleymanlı atasının qucağında yox, ön oturacaqda sərnişin qismində əyləşib. Ailə bildirir ki, uşaq qorxudan şok keçirib. Bəli, oturub ki, ata məni qucağa al, o da deyir ki, burada olmaz. Götürüb qoyub yanına. Yanına qoyanda, yəni çox adam danışır ki, atasının qucağında olub. Axı ata o qədər yaralanıbdır ki, atanın başında neçə dənə patlaq var, çənə qırılıqdır, bu dəqiqə əməliyyata aparılacaq. Atanın lap uşaqlıqdan qıc olması vardı. O da heç çox vaxtı tutmurdu. Uşaq xəsarət almış. Uşağın heç bir yerində heç nə yox idi. İddiaya görə halı pisləşən uşağı bir saylı kliniki tibbi mərkəzinə çatdırıblar. Xəstəxanada müayinə olunduqdan sonra dünyasını dəyişib. Təbibdən bildirilib ki, uşağın ölüm səbəbi kəllə-beyin travmasıdır. Baş vermiş hadisə ilə əlaqədar ünvana dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən azyaşlının qapalı kəllə-beyin travması diaqnozu ilə həkim yanında ölüm faktı qeydə alınıb. 32 yaşlı şəxsə isə ilkin tibbi yardım göstərilib və Sabunçu tibb mərkəzinə hospitalizasiya olunub. Baş beyin silkələnməsi, alt çənə sümüyünün sınığı, qabırğa sümüyünün sınığı diaqnozları təyin edilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir. Hadisənin səbəbləri Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır. Polis dəfələrlə elan eləyir, uşaqların, azyaşlıların avtomobilin ön oturacağında oturdulması qadağandır. Aman da eləməyin, xüsusilə də bəzən sürücülər istəyirlər ki, öz övladlarını yanlarında otursunlar, qucaqlarında otursunlar və o öyrətsinlər, nə bilim, biraz əyləndirsinlər. Amma nəticəsi belə olur.